Bismillahirrahmanirrahim. Fəmən yəməl misqalə zərrətin xeyrən yərəh və mən yəməl misqalə zərrətin şərrən yərəh. Sadaqallahul aliyyul əzim. Bugünkü moizəmiz insanın etdiyi əməllərin, insanın etdiyi yaxşılıqların və yaxud da insanın etdiyi pisliklərin müqabilində verilən savab və yaxud da yaxşılıqdır, verilən savabdır Allah Müteal tərəfindən. Allah Müteal Quranda buyurur, deyir Zilzal surəsinin 7-ci 8-ci ayələrində insan etdiyi qədər yaxşılığı da etdiyi qədər zərrə qədər pislikdən qarşılığını görəcək. Siz elə bilməyin ki, boşluqdur, boşdur, mənasızdır. Mən bir günah eləyirəm, o cavabsız qalmasın. Və yaxud da bir yaxşılıq eləyirəm, o cavabsız qalmasın. Allah Müteal buna nəzər edir. Allah Müteal buna baxır. Və bu ayədən çoxlu məsələləri meydana çıxarmaq olar. Və biz insanlar həmişə yaxşılıq etməliyik. Biz Əhl-i Beytə nəzər eləməliyik. 14 məsuma nəzər eləməliyik və onun yolu ilə getməliyik. O yol nə yoldur? O yol bundan ibarətdir ki, yaxşılıq eləmək, qohuma, əqrəbaya silə-i rəhm etmək, yaxınlara rəhm eləmək və onlarla gözəl rəftar eləmək, yaxşı davranmaq. Və insan bir yaxşılığı da eləyirsə, onun qarşılığını gözləməməlidir. Və yaxud da kiminsə yanında dar təkməməlidir ki, mən bu yaxşılıq elədim. Bizim alimlərimizdən rivayətdir, deyir, yaxşılıq 3 qismə bölünür. Birinci qism ondan ibarətdir ki, insan bir yaxşılıq eləyəndə onu bir məclisdə desin, bir yerdə o yaxşılığı göz qabağına gətirsin, onda insanın etdiyi əməlin bir hissəsi partalanar, bir hissəsi puça çıxar. Və yaxud da kiminsə yenə də yanında bir söz deyəndə, yaxşılığı haqqında yenidən dar çəkəndə insanın ikinci dəfə əməli puça çıxar. Üçüncüdə isə tamamilə əməli yoxa çıxar və məhv olar. Və bu əməllər demək olar ki, qeydə alınmaz Allah qatında. Əsasən budur ki, insan yaxşı əməl sahibi olmalıdır və insanlarla xoş rəftar eləməlidir. İnsanlara qarşı təkəbbürlü ilə davranmaq olmaz. Kiminsə insana qarşı təkəbbürlü davranmağı düzgündür. Və insan, çox insanlar var, tarixdə var ki, pul sahibləri olublar, var dövlət sahibi olublar, amma yaxşılıqdan kənar qatıblar. Belə insanlardan biri də Əleyhisselamın dövründə yaşayırdı. Əmirəl-Mömininin yanına gəldi, Əleyhisselamın yanına gəldi, dedi, ağacan, ey Peyğəmbərin dostu, ey Peyğəmbərin sirdaşı, sizdən bir söz soruşmaq istəyirəm, dedi, buyur. Dedi, mən çox zəngin bir insanam, var dövlətim həddən artıqdır, dəvə karvanlarım var, karvansaralarım var və digər bir məsələlər. Dedi, bəs nə istəyirsən? Dedi, məndə amma bir xəstəlik var. Dedi, nədir? Dedi, o xəstəlikdir ki, mənim qəlbimdə yer tapıb, mənim qəlbim möhürlənib. Mən kiməsə bir yaxşılıq eləyə bilmirəm, varımla, dövlətimlə, əməlimlə kiməsə yaxşılıq eləyəmirəm. Əleyhisselama buyurdu ki, dedi, ağacan, mənə nəsiyyət elə ki, biraz qəlbim genişlənsin. Əleyhisselam gözəl söz buyurdu, dedi, Allah buyurur, Quranda da var. Allah Quranda buyurur ki, deyir, hər bir insanı ölüm dadı ilə, ölüm şərbəti ilə hər bir insana ölüm şərbəti dadılacaq. Hətta uca qəsrlərin üzərində belə olsuz, uca qəsrlərdə gizlənsiz ölüm sizi haqlayacaq. Dedi, bəli, eşitmirsən bunu? Dedi, bəli. Dedi, ona görə sən bu dünyanı yığmağın, dünyada özün üçün nəyisə sərf eləməyin yaxşı şeydir. Və bir şey də deyim, dedi, buyur.
Dedi, insan öldüyü zaman gətirərlər onu qəbrə və insan 3 məsələ ilə qarşılaşar və orada haqqı anlayar. Haqqı anlayar ki, mən boş və fəna yerə bu dünya malını yığırmışam. Birinci, insanın varı ilə, dövləti ilə üz-üzə qoyarlar. Qəbirdə, o qaranlıq qəbirdə varı ilə, dövləti ilə insan üz-üzə durar. Və insan varına, dövlətinə müraciət eləyər ki, mən illərdir sizi dəm elədim, illərdir sizi topladım, bu qaranlıq qəbirdə ey mənim mülküm, ey mənim varım, ey mənim dövlətim, siz mənim üçün neyniyə bilərsiniz? Varı, dövləti dilə gələr, deyər ki, ey mənim ağam, ey mənim sahibim, biz sənə yalnız bir kəfən parçası, biz kəfən almağa yarayarıq, o qədər bizim gücümüz çatar. Sənin ölümümüzün qarşısını almaq qəti bizim gücümüzdədir. Nə qədər biz çox olsaq da bizim gücümüzdədir. İnsan varından, dövlətindən əl üzülər. Və ikinci üst tutacağı qapı ailəsidir. Evladlarıdır, qızlarıdır və insan evladlarına üzün tutar ki, ey mənim evladlarım, mən sizə əziyyət vermədim, istədim hər nə var idisə yaxşı şeylər sizin üçün olsun. Və amma mən sizdən bir xeyir görmək istəyirəm bu qaranlıq qəbirdə, evladları dilə gələr, ey bizim atamız, ey bizim anamız, biz sənin üçün heç nə eləyənmərik, çünki bu Allahın müqəddəratıdır, Allahın qaydasıdır, Allahın qanunudur. Biz ondan çıxanmarıq, sənə bir yalnız xeyrimiz dəyər. Nə xeyirdir o? O xeyir bundan ibarətdir ki, biz səni gətirək bu qaranlıq qəbrə qoyaq. Bundan başqa biz sənin üçün bir xeyrimiz olmaz. Və insan əməlindən əli üzüldüyü kimi ailəsindən də əl üzülər. Və insan çarəsiz bu qaranlıq qəbirdə qalar. Və bu zaman insanın qəbri nurla dolar. Fikirləşək bu nə nurdur? İnsanın etdiyi əməllər, etdiyi yaxşılıqlar və qaranlıq qəbri işıqlanar və insan soruşar ki, siz kimsiz? Bu qaranlıq qəbrimi işıqlandırdınız. Əməli dilə gələr, deyər biz sənin yaxşılığınıq və insan orada peşman olar və Allahından istəyər ki, onu təzdən dünyaya, yenidən dünyaya qaytarmağını istəyər. Amma bu çıxış yoludur, artıq o qapı bağlanıb, qapısı artıq onun üzünə bağlandı. Bu sözləri Əleyhisselam həmin şəxsə deyəndə deyir, həmin şəxs çox kövrəldi və haqqın yolunu tapdı. Əleyhisselamın vasitəsilə nicat yolunu tapdı. Və biz insanlar da həmişə, biz təkcə varımızla, dövlətimizlə deyil ki, kiməsə yaxşılıq eləyək, əməlimizlə. Birinə əl tutaq, birinə hətta salam versək, bu gözəl əməldir, yaxşılıqdır, gör nə gözəl. Hətta bir salam verirsən, bir salam nədir ki, onu verirsən, onun mahiyyəti çox üstündür ya. Onundan insan daha da ucalır. Peyğəmbərlər, imamlar necə ucaldı, etdiyi əməlləri, ilə. Bir nəfər İmam Cəfər Sadiq ağanın yanına gəldi, istəyirəm bundan sözümü tamamlayım. İmama buyurdu ki, Yəbnə Rəsulillah, ey Peyğəmbər balası, sizdən bir söz soruşum, ağa dedi, buyur. Dedi, cənnətə birinci kimlər daxil olar? Ağa buyurdu ki, o şəxslər cənnətə daxil olar ki, o insanlar yaxşı əməl sahibləri idilər. Yaxşı əməl sahibləri idilər və onlar çox canın rahat tapışırdılar Allah. İnsanlar, o insanlar ki, cənnətə daxil olanlar yaxşı insan, yaxşı əməl sahibləridirlər. Və Allahdan arzum budur ki, Allah bizi yaxşı əməl sahiblərindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.